Salam, hər vaxtınız xeyir. Dostlar, bu videoda bəyan etməkdə çətinlik çəkən, bəyan edə bilməyən izləyicilər üçün Expargo'nun avtobəyan xidməti haqqında məlumat verəcəm. Avtobəyan xidməti sayəsində Smart Customs-da hər bağlamanı ayrı-ayrılıqda bəyan etməyə ehtiyac qalmır və beləliklə sifarişləriniz avtomatik olaraq bəyan olunur. Belə ki, avtobəyan xidməti ilə sifarişlərinizin gömrük bəyan etmə prosesini avtomatik həyata keçirə bilərsiniz. Bunun üçün sadəcə bir neçə addımı yerinə yetirmək kifayətdir. Expargo.com səhifəsinə və yaxud bağlamanızı bəyan etmək üçün sizə göndərilmiş SMS və ya WhatsApp vasitəsilə göndərilən izləmə linkinə daxil olursunuz. Bu zaman açılan səhifədə digital login butonuna klikləməlisiniz. Məsələn, sayta daxil olaq. Sayta daxil olduqdan sonra bir qədər aşağıda digital login sözünü görürük. Üzərinə klik edirik. Açılan pəncərədə Smart Customs sisteminə daxil olmaq üçün identifikasiya kodunuzu və şifrənizi qeyd etməlisiniz. Eyni zamanda sima, asan imza kimi identifikasiya növlərindən də istifadə edə bilərsiniz. Bu hissədə hər hansı biri ilə daxil olduqdan sonra siz Expargo sisteminə daxil olmaq üçün digital logindən istifadə etmiş olursunuz. Sima rəqəmsal imza ilə daxil olmaqda çətinlik çəkirsinizsə, bunun qeydiyyat videosunda rəylərdə soruşun. Həmin videonun linkini sizlərə göndərim. Digital login ilə Expargo sisteminə ötürülən məlumatlara icazənin verilməsi ilə bağlı açılan səhifədə icazə ver butonu çıxarsa, icazə ver klik edirsiniz. Bu mərhələdən sonra bütün bağlamalarınız Smart Customs-da avtomatik şəkildə bəyan olunacaq. Siz isə əlavə vaxt və enerji sərf etmədən sifarişlərinizi rahat şəkildə çatdırılmasının dadını çıxara bilərsiniz. Beləliklə, Expargo'nun avtomatik bəyan etmə funksiyasından da belə yararlanmış olursunuz. Səhv bəyan etmə, məhsulun birini bəyan etdim, birini etmədim, invoice qiymətini səhv yazdım kimi narahatçılıqlarla üzləşmirsiniz. Ümumiyyətlə, bu xidmət təkcə bəyan edə bilməyənlər üçün deyil, həm də vaxtına qənaət edənlər üçün də sərfəlidir. Avtobəyandan faydalanmaq üçün isə ilk öncə Temuda möhtəşəm yenilik adlı videomda da qeyd etdiyim kimi Cəlal nöqtəsini Expargo seçməyiniz lazımdır. Ona görə bu videonun linkini bu videonun aşağısında yerləşdirəcəm. Bu videonun 1 dəqiqə 46 saniyəsində izah etdiyim kimi və gördüyünüz kimi Temuda sifariş zamanı kargo yöntəmləri bölməsində standart deyil, təslim al ücretsiz yazılan bölməyə klik edirsiniz. Davam edək. Daha sonra açılan pəncərədə gördüyünüz kimi yuxarıda standart ücretsiz sözün qarşısında qara nöqtə var. Onu yox, aşağıda təslim al ücretsiz və yaxud da sizdə dili Azərbaycan dilinə çevirmisinizsə, pulsuz sözü yazılacaq. Həmin gördüyünüz kimi burada təslim al ücretsiz bölməsini seçdikdən sonra, yəni bu Cəlal nöqtəsidir. Cəlal nöqtəsində istənilən sizə yaxın olan karqonu seçə bilərsiniz. Sadəcə avtobəyandan istifadə etmək istəyirsinizsə, bu zaman Expargo, Cargolux, Starex və ya Omicron'u seçə bilərsiniz. Hələ ki bildiyim qədərilə bu 4 kargoda avtobəyan xidməti mövcuddur. Bu kargolar artıq sifarişlərinizi avtobəyan xidməti vasitəsilə avtomatik bəyan edir. Sizin bəyan etməyinizə ehtiyac qalmır. Sizə yaxın olan kargo şirkətlərini seçməklə bəyannaməni onlara həvalə edə bilərsiniz. Avtobəyanı aktiv etmək üçün sayta daxil olduqdan sonra bayaq dediyim kimi digital loginə davam edirsiniz. Omicron'da isə avtobəyanı aktiv etmək üçün onun ayrıca videosunu çəkmişəm. Onun da linkini bu videonun aşağısında yerləşdirəcəm. Artıq hər bağlamını ayrı-ayrılıqda bəyan etməyə ehtiyac yoxdur. Əgər bu məlumat sizə faydalı oldusa, videonu bəyənməyi və kanala abunə olmağı unutmayın. Daha çox insan bu rahatlıqdan xəbərdar olsun deyə paylaşa da bilərsiniz. Təşəkkür edirəm izlədiyiniz üçün. Növbəti faydalı videoda görüşənədək salamat qalın.